Dəyərli dövlət qulluğuna və magistra hazırlaşanlar, mətnin məntiqi təhlili mövzusuna aid olan belə bir qəbul sualının izahına birlikdə baxaq. Bizə nə deyir? 5 uşaq və 6 valideyn aşağıdakı qaydalara uyğun olaraq şəkildə kimi dairəvi masa arxasında oturublar. Bu bizim dairəvi masamızdır. V hərfi ilə işarə edilənlər valideynlər və uşaqlar. Aşağıdakı qaydalara uyğun olaraq deyir. Görək qaydalarımız nədir ki? Mənə 2 dənə qayda verib. Hər valideynin bir tərəfində uşaq, o bir tərəfində valideyn oturmalıdır. Yəni, bir dənə valideyni götürürəm. Həqiqətində baxıram ki, bir tərəfində uşaq oturub, bir tərəfində valideyn oturub. Və yoxdur, istənilən ürək istəyən birini götürün. Bir tərəfində valideyn oturub, bir tərəfində uşaq oturub. Birinci qaydamız budur. İkinci qayda deyir ki, hər uşaq yalnız öz valideyninin yanında oturmalıdır. Yəni, bu uşağı 2 dənə valideynin yanında görürsünüzsə, ortasında görürsünüzsə, deməli, bu valideynlər onun atası və anasıdır. Digər halda 2 uşaq da ola bilər. Yəni, bu valideynlə bu valideyn ana ilə atanın uşaqlarıdır. Belə fikirləşirik. Sonra davam edirik. Deyir ki, verilmiş qaydaları pozmadan bu masa arxasında əlavə olaraq aşağıdakılardan hansıların oturması mümkündür. Görək necə? Ana və atası ilə uşaq. Bəli, bu mümkündür. Nəyə görə? Gəlin baxaq, buradan yazıram. Ana və atası ilə uşaq. Baxın, valideyn, yəni anası, uşaq və valideyn. Biz bunu yerləşdirə bilərik. Bəli, istədiyimiz yerə yerləşdirə bilərik. Misal üçün, istənilən 2 dənə valideyni buradan ayıracağıq. Valideyn, uşaq, valideyn. Növbəti ilə, yəni qruplaşdıracağıq. İstədiyimiz yerə yerləşdirə bilərik. Yəni 2 dənə valideyni ayırıb, buradan arasına bizə birdə verilən qaydada yerləşdirə bilərik. Bəli, bu mümkündür. Bir mümkündür. Davam edirik. Ya onda C-dir, ya da Y-dir. Baxaraq ikinci variantımıza. 2 uşağı ilə ana. Baxın yoldaşlar, 2 uşağı ilə ana nə deməkdir? Bir valideyn, 2 dənə də uşağı yanında. Düzdürmü? Mən bunu heç bir yerə qoya bilmərəm. Bilirsiniz niyə? Çünki eləməni birinci qaydamlıya səhvdir. Deyir ki, hər valideyn bir tərəfində uşaq, bir tərəfində valideyn oturmalıdır. Bəs bu valideynin hər iki tərəfində uşaq oturdu axı. Yəni 2 dənə valideyn oturmayacaq. Deməli, bu ikincini mən götürə bilmərəm. Üçüncünə baxıram. Ana ilə uşağı. Ana ilə uşağı, yaxşı, valideyn və uşaq. Valideyn və uşağı mən buradan gətirib hara qoyum? Bax, cədvəldə gözünüzün önünə gətirin də. Elə bu 2 dənə valideyni yaxşı araladım. Birinə yazdım valideyn. Elə valideynlə uşağı yazdım bura. Bəs bu uşağın yanına digər halda bir dənə valideyn də düşəcək. Bu valideynlə uşaq ikisi bir arada, yəni bu uşağın digər valideyn düşəcək bu uşağın digər tərəfinə. O da atası olmuş olacaq ya da anası olmuş olacaq da, ana ilə uşağı. Yəni öz atası olmayacağına görə, yəni valideyni olmayacağına görə bunu yerləşdirə bilmirik. Nəyə görə olur? Onda 3-ü də səhv götürürük. Yalnız bir cavabımız doğru variant olmuş olur.